göbələk. Məhəmməd, əgər mən meşədəki zəhərli göbələk olsaydım, nə yeyərdin? Günay yesəm səni öləcəm axı necə yeyim? Ya mənim üçün ölməzsən. Günay, ay Allahım başladıq yenə. Sənin problemin nədir? Nədir sənin dərdin? Deyinə bilək. Mən bilirdim ki, sən məni sevmirsən. Ged o göbələk odası. Ay, hala qatırsa ayı çıxırsa qabağıma. Ay Məhəmməd, əgər mən samavar olsaydım, nə qaynadardım? Qaynadardım Günay. Bir də imkan vermə samavarı qaynadım. Bəs mən samavaramsa çayı necə dəmləyirsən? Başımın üstünə çayını qoyacaqsan? Günay, sənin psixoloji problemin var. Aparaq səni hepatoloqa zada. Bu nədir? Sindrom zad var səndə. Amma deyə bilərdin ki, çay dəmləməyib paket çay istifadə eləyəcəm. Bax, 5 kvadrat metr yerdir. Hala qaçacaqsan? Acıdım nə var görəsən yeməyə? Məhəmməd, mən dondurma olsaydım, nə yeyərdin? Günay xəstəsənsə xaldakı niyə girmisən?